Hello guys, welcome to our channel. Bugünkü videoda sizə Amerikanlıların istifadə etdiyi gündəlik ifadələri göstərmək istəyirəm. I wanna istəyirəm. Want to-nun bir növ Amerikan formasıdır. I wanna see you. I wanna go. I wanna learn new language. I'm gonna edəcəyəm. Yəni will'in Amerikan formasıdır. I'm gonna buy a new car. Yeni maşın alacağam. I'm gonna visit you soon. Tezliklə səni görməyə gələcəm. I gotta etməliyəm. Yəni have to-nun başqa formasıdır. I gotta go, getməliyəm. I gotta work, işləməliyəm. Bu formada. Let me icazə ver. Let me see you. Let me check it. Let me go. Yəni bunlar biraz sürətli tələffüz olunur. Tələffüz zamanı fərqli belə deyək də pronunciation fərqli alınır. Do know, bilmirəm. I don't know. Yəni Amerikanlılar demir I don't know. Onlar deyir I don't know. Mən bilmirəm. Give me, mənə ver. Give me'nin sinonimidir. Give me. Give me. Give me that book. Give me that number. Sonra demək olar ki, it is sonra difficult. Yəni demək olar ki, çətindir. Sonra easy. Yəni demək olar ki, asandır bu formada. Yo, ya, sən mənasında istifadə olunur. Bu ən maraqlı ifadəsini deyərdim. Hey yo, what's up? Hey sən, necəsən? Hey yo, just give me that. Hey sən, onu mənə ver. Bu formada istifadə olunur. Videonu bəyənin, kanalımıza abunə olun. Daha maraqlı videolarla yaxında tanış olacaqsınız. Təşəkkürlər.